Salamlar, xoş gördük bir daha. Səsim gəlirmi? Salamlar bir daha. Bugün sizə biz nəzəriyyələri start verəcəyik. Proqrama uyğun olaraq da hansı nəzəriyyələr o test ardıcıllığı ilə gəlirsə, biz həmin ardıcıllıqla da davam eləyəcəyik. Biz bugün sizə ilk nəzəriyyəmizi təqdim eləyəcəyik. Bizim bugünkü nəzəriyyəmiz adlanacaq Howard Gardnerin çoxnövlü intellekt nəzəriyyəsi. Mən buradan paylaşım eləyəcəyim ilk öncə. Hamı ekran görürmü? Bəli. Deməli, Howard Gardnerin deməli çoxnövlü və yaxud çox tərəfli intellekt nəzəriyyəsi. Bunun ingilis dilində adı multiple intelligence-dir. Mən nəyə görə bunu ingilis dilində də adını yazıram? Çünki bəzən testlərdə sizin qarşınıza ingilis dilində çıxa bilər. İlk öncə mən nəyə sizin diqqətinizə çatdırım? Bilirsiniz ki, biz kurikulum proqramının gedişatında təxminən 8-9 nəzəriyyə ilə biz tanış olacağıq. Bəzi müəllimlər mənə müraciət edib deyir ki, müəllim, mən Gardneri bilirəmsə, nəyə görə Piaget-ni də bilməliyəm? Nə üçün Vygotsky nəzəriyyəsini də bilməliyik? Hələ bir dənə nəzəriyyə kifayət deyilmi? Bu bilirsiniz nəyə oxşuyur? Bir məktəbdə neçə fundamental fən var? Deyək ki, 8 fundamental fən var da, kimya fənni ayrı, fizika fənni ayrı, biologiya ayrı və s. Siz deyə bilərsinizmi ki, mən biologiyanı bilirəmsə, fizika mənim nəyimə lazımdır? Və yaxud fizikanı bilirəmsə, riyaziyyat mənim nəyimə lazımdır? Biz onu deyə bilmirik. Nə üçün deyə bilmirik? Ona görə ki, hər bir fənnin öz yeri var. Nəzəriyyələr də belədir. Howard Gardner nəzəriyyəsinin öz yeri var. Bu adlanır intellekt nəzəriyyəsi. Yəni ki, intellektlə bağlı bugünə qədər çoxlu nəzəriyyələr yazılıb. Amma biz onlardan birini öyrənirik. Howard Gardnerin nəzəriyyəsini öyrənirik. Ondan sonra keçəcəyik Jean Piaget'in zehni düşüncə nəzəriyyəsi, zehni inkişaf nəzəriyyəsi. Yəni, zehni inkişafla bağlı nəzəriyyələri təkcə Piaget mi yazıb? Xeyr. Çoxlu müəlliflər var. Amma biz Piaget nəzəriyyəsini seçmişik o istiqamətdə. Bizə onu tövsiyə ediblər. Deməli, hər bir nəzəriyyənin özünə məxsus yeri var. Hər bir müəllim nəzəriyyəni bilməyinə daha geniş auditoriyada fikrini əsaslandıra bilər. Bu birinci məqam. İkinci məqam nədir? Biz deyək ki, gənc müəllimlərik. Məsələn, biz gedmişik məktəbdə bir iclasda və bir seminarda fikrimizi bildiririk. Deyirik ki, bu şagirdlərlə belə işləmək lazımdır. Bəzən görürük ki, hansısa müəllim yoldaşımız, deyək ki, təcrübəsi çox, stajı çox bir müəllim deyir ki, sən gənc müəllimsən, sənin təcrübən bizim qədər deyil. Bəli, bu məqamda bizim artıq fikrimiz zəifləyir. Nəzəriyyə onun üçündür ki, biz orada deyirik ki, məsələn, bu fikir mənim fikrim deyil. Bunu məsələn Jean Piaget deyib. Jean Piaget bilirsiniz də 30 ildən çox müddətdə 150-dən çox uşağı müşahidə aparır. İndi elə bir adam varmı ki, məktəb rəhbəri də olsa, məktəb müəllimi də olsa, biz dərsimizi görmüşük, işimizi görmüşük, belə deyim də, biz uşağı müşahidə eləməmişik 0 yaşdan 18 yaşa qədər. Ona görə də bizim müşahidə təcrübəmiz Piaget'ə nisbətən zəifdir. Piaget nəzəriyyəsi bizim üçün bir əsasdır. Eyni ilə də Gardnerin intellekt nəzəriyyəsi. Yəni, mən onu sadəcə ümumiləşdirib deyə bilərəm ki, biz nəzəriyyələrlə bağlı keçəcəyimiz hər bir şey sabah sizin danışığınızda, planlaşdırmağınızda bir mənbə rolunu oynayacaq.
Bu nəzəriyyələr təkcə bizim ölkədə keçilmir. Dünyanın müasir pedaqogika seçən, müasir təhsil proqramını seçən bütün ölkələrində bu nəzəriyyələr və buna oxşar nəzəriyyələr həyata keçirilir. İndi Azərbaycan da bu istiqamətə irəlilədiyinə görə bəzən deyirlər, hər il təzə nəzəriyyələr çıxır. Hər il təzə nəzəriyyələr çıxır, fikir biraz yanlışdır. Dünyada tətbiq olunan nəzəriyyələrdən bizim ölkənin sisteminə keçən nəzəriyyələr olur. Biz baxırıq, dünya o nəzəriyyələri seçirsə, uğur əldə edirsə, biz də o nəzəriyyələri seçirik ki, uğur əldə edə bilək. Nəzəriyyələr haqqında qısa bu qədər məlumat verirəm sizə. Çünki hər bir nəzəriyyəni özünü məhsə keçəndə görəcəksiniz ki, necə də möhtəşəm nəzəriyyələrdir və necə də onların tətbiqləri gözəldir və bizə lazımdır. İndi isə başlayırıq Howard Gardnerin çoxnövlü intellekt nəzəriyyəsinə. Ümumiyyətlə onu deyim ki, Azərbaycanda təhsil sisteminə ilk dəfə daxil olan nəzəriyyə Howard Gardner nəzəriyyəsi olub. O vaxtı bilirsiniz də ilk dəfə kurikulum dərsliyini rəhmətlik Malik Aranlı çap elətdirmişdi. Onun kitabında, onun kurikulum ilk vəsaitində Gardner nəzəriyyəsindən bəhs olunmuşdur. Howard Gardner deyir ki, bilik və intellekt eyni anlayış deyil. Eyni anlayış deyil. Yəni, elə insan ola bilər ki, onun biliyi çox ola bilər, amma intellektual adam sayıla bilməz. Bəs bilik ilə intellekt nə ilə bir-birindən fərqlənir? İntellektin tərifi son ədəbiyyatlarda belə gedir ki, əgər biz bir hadisəni və ya bir prosesi anlamağımız üçün biliklərimizdən istifadə edə biliriksə, o zaman bizim intellektimiz var deməkdir. Deməli, intellekt biliklərdən nəyisə anlamaq üçün istifadə etməyi ifadə edir. Ona görə də bəzi insanlar var ki, biliklidir, amma ondan istifadə edə bilmədiyinə görə intellektual deyil. Bu öz yerində. Bundan əlavə, Howard Gardner deyir ki, hər bir insanda, qoy bunu sözlə yazım, hər bir insanda dərk etmə baxımından 8 intellekt növü vardır. Dərk etmə baxımından 8 intellekt növü vardır. O bizim hər birimizdə var. Məndə də var, sizdə də var, sizin şagirdlərinizdə də var. Eyni anda 8 növ intellekt var ki, biz bununla ətrafı dərk edirik. Desələr ki, birində 3 dənədir, birində 4 dənədir, bu səhvdir. 8-i hamımızda var. Sadəcə hansısa biri daha üstün ola bilər, hansısa biri daha zəif ola bilər. İndi mən bunu burada izah edəcəyəm ki, bu intellekt növünü biz necə müəyyənləşdirə bilərik və bundan necə istifadə edə bilərik. Bəs bunu lori mənada necə demək olar? Lori mənada belə demək olar ki, sanki insanların beynində məlumatları dərk etmək üçün 8 dənə pəncərə var. Elə bir ki, insan bu pəncərələrdən məlumatları qəbul edir. Elə insan var ki, onun deyək ki, birinci pəncərəsi lap böyükdür. Başqa bir insanda isə birinci pəncərə lap kiçikdir. Demək ki, 8 pəncərə hamıda var. Onun hansının böyük, hansının kiçik olması isə insanları bir-birindən fərqləndirir. Howard Gardner nəzəriyyəsi bizə nə üçün lazımdır? Biz müəllimlərə ona görə lazımdır ki, biz uşaqlara, şagirdlərə baxaraq, onlarda hansı intellektin daha üstün olduğunu hiss edərək, dərk edərək, onlara daha yaxşı öyrətməyi bacara biləcəyik. Bəs bu 8 dərk etmə qabiliyyəti hansıdır? Mən onları bir-bir yaza-yaza sizə izah eləməyə çalışacağım. Buraya qədər aydındırmı? Bəli. İndi olan adlarını qeyd edəcəyəm. Fərqli rənglə yazmağa çalışacağım ki, sizə rahat olsun. Birinci qabiliyyəti belə adlandıracağıq. Lingvistik qabiliyyət. Lingvistik qabiliyyət. Lingvistika bilirsiniz də dillə bağlıdır. Ona bəzən verbal lingvistik qabiliyyət də deyilir.
Bax, qabağında yazıram verbal. Bəs biz hardan bilərik ki, bizim şagirdlərin hansında bu qabiliyyət üstündür? Deyir, fikir verin. Əgər hansı şagird çox danışırsa, elə danışırsa, dayanmırsa, hər addımı sözlə ifadə eləyirsə, çalışmanı eləməkdən daha çox sözlə ifadə eləyirsə, özündən hekayələr uydurursa, nağıllar uydurursa, demək ki, bu adamın sözlə arası yaxşıdır. Biz deyəcəyik ki, bu uşaqda lingvistik qabiliyyət üstündür. Yəni, biz bu uşağa çalışma verəndə, diferensiallaşdırmaq istəyəndə ona sözlü çalışmalar verməliyik. Yəni, biz onu məcbur edə bilmərik ki, sən mütləq yaz fəsli haqqında fikrini bildirmək üçün rəsm çək gətir. Biz ona deməliyik ki, sən yaz fəslini öz sözlərinlə də tərənnüm edə bilirsənsə, biz bunu qəbul edirik. Çünki bizə lazımdır ki, sənin yaz fəslin haqqında təsəvvürün olsun. Deməli, sözlü ifadələr daha çox istifadə edirlər. Buna görə də el arasında deyilir ki, lingvistik qabiliyyətə malik olan insanların söz ehtiyatı çox olur, lüğət ehtiyatı çox olur və bunlar eyni zamanda xarici dili rahat öyrənə bilirlər. Niyə? Elə danışırlar ona görə. Gəldik 2. İkinci qabiliyyəti biz adlandırırıq. Əslində birinci, ikinci şərtidir ya. Məsəl üçün 1-2 yazıram. İkinci qabiliyyət gəlir, riyazi məntiqi qabiliyyət. Baxın, bu da çox maraqlıdır. Deyir ki, hələ uşağın yaşı azdır. Hələ danışa bilmir. Ona nə versəz qruplaşdırır. Məsələn, götürür evdə boş qabları bir tərəfə yığır, nərbəkiləri bir tərəfə yığır. İstakanları başqa tərəfə yığır. Buna nə verirsən qruplaşdırır. Adi şokolad verirsiniz, rənginə görə qruplaşdırır. Qırmızıları bir tərəfə, göyləri bir tərəfə. Demək, bu uşaq hələ danışa bilməsə də, artıq bilin ki, bunun riyazi məntiqi qabiliyyəti var. Və gələcəkdə bu məntiqli, riyaziyyatçı bilən və isbatları edə bilən, yaxşı debatlar apara bilən bir insana çevriləcək. Riyazi məntiqi qabiliyyətə malik insanlar elmi tədqiqatları sevirlər, araşdırmaları sevirlər, rəqəmlərlə arası yaxşıdır, məntiq çalışmalarını, tapmacaları sevirlər, qrafiklərlə işləməyi sevirlər və debatları, müzakirələri sevirlər. Debata aid nə varsa buna aiddir. Tənqidi təfəkkür biz sizə keçmişdik ya, tənqidi təfəkkürdə əsaslandırmaqdan danışmışdıq. Tənqidi təfəkkür, əsaslandırmaq, isbat, arqument, bunların hamısı riyazi məntiqiyə aiddir. Riyazi məntiqinin bir dənə də açar sözü var. Müxtəlif baxış bucaqlarından qiymətləndirmə. Bax, bu sözü də harda görsəz, riyazi məntiqiyə aiddir. Təxminən 2 il bundan əvvəl və ya 3 il bundan əvvəl MİQ imtahanına belə bir sual düşmüşdü. Siz üçün maraqlı olar bu mövzu ilə bağlı. Sual belə idi. Deyir ki, müəllim şagirdlərini Qobustan qayaüstü təsvirlərinə tamaşa eləməyə apardı və onlara dedi ki, uşaqlar, bu təsvirlərə baxın və bu təsvirlərə əsasən vəziyyəti və ya hadisələri qədim insanların baxış bucaqlarına əsasən müəyyən edin. Baxın, çoxu götürüb səhvən vizual məkanı götürmüşdü ki, axı burada şəkil var, qayaüstü təsvir var, axı burada baxış bucağı sözü var. Baxış bucağı sözünü də harada görsəniz, o riyazi məntiqiyə aiddir. Bu da bir qızıl qayda olsun. Mən öz təcrübələrimdən danışıram sizə, kitablarda yazılır bunlar. Gəldik 3-cüyə. 3-cü qabiliyyət gedir, vizual məkan qabiliyyəti. Baxın, mən bunlara həmişə deyirəm, bunlar həvəskar dizaynerdirlər. Bu bizim hər birimizdə var. Məsələn, biz həyatı rənglərlə düşünə bilirik. Və yaxud evdə fikirləşirik ki, məsələn, bu evdə masanı hara qoysaq daha yaxşı görünər. Filan mebeli hara qoysaq daha yaxşı görünər. Pərdə hansı rəngdə olsa daha yaxşı görünər. Özümüz üçün geyim seçəndə hansı rəngi nə ilə uyğunlaşdırsan daha yaxşı olar. Bir sözdə estetika, zövq, rəng çalarları, rəngi hiss etmək, bu gedir vizual məkan qabiliyyəti. Sizin sinifdə vizual məkan qabiliyyətə malik uşaqlar şəkil çəkməyi sevirlər. Siz onlara hər hansı bir tapşırığı şəkil çəkərək öyrətməyi tapşırsanız, onlar daha yaxşı onu öyrənə bilərlər. Və praktiki fəaliyyətdə necə olur? Estetikası yüksək olan insanlar
süfrə bəzəməyi sevən insanlar, süfrə bəzəməyi bacaran insanlar, stilistlər, vizajistlər, bunların hamısı vizual məkan qabiliyyətinə aiddir. Əgər görsəz ki, testdə yazılıb ki, müəllim şəkilli nələrsə göstərir və deyir ki, şəkillərlə izləməyə çalışır, bu vizual məkan qabiliyyətidir. Əgər desə ki, müəllim bu sinifin səliqəyə salınmasını filan kəsə tapşırdı, bəs onda hansı qabiliyyətdir? Vizual məkan qabiliyyəti. Niyə? Səliqə, səhman, nə bilim, dizaynerliyi baxımından, estetik baxımından görünən bütün işlər vizual məkana aiddir. Və görürsünüz, hələ ki mən 3 dənəsini sadalamışam, üçündə də bizdə var. Birimizdə çox, birimizdə az, amma üçü də var. Gəldi 4-ə. Yəni nəticədə 8 də bizdə olacaq. Dördüncü qabiliyyətimiz adlanır kinestetik qabiliyyət. Baxın, çox diqqətli olun. Kinestetika toxunma deməkdir. Kinestetika hərəkət deməkdir. Kinestetik qabiliyyətə malik insanları biz bəzən sevmirik. Bu səhvdir ya. Bəzən hiperaktiv uşaqlarla əsəbləşirik. Dərsi pozan uşaqlar onları adlandırırıq. Onlarla deyinirik və bunların hamısı səhvdir. Kinestetik qabiliyyət odur ki, bu uşaq bir yerdə əyləşə bilmir. Ona bir şey öyrətmək istəyirsinizsə, mütləq ona toxunmalıdır. Toxunmasa qala bilməz. Yəni, bu deyir ki, mənə sözlə desəz başa düşmərəm. Mənə göstərsəz başa düşmərəm. Siz məni çağırın, mənə deyin, o işi görüm. O işi görəndən sonra başa düşəcəyəm. Demək ki, bu insanlarda nə var? Kinestetik qabiliyyət var. Hərəkətlidirlər, hiperaktivdirlər, bir yerdə qala bilmirlər, dərsi bəzən poza bilirlər bilmədən. Kinestetik qabiliyyətə malik olan insanlar fiziki cəhətdən yaxşı hərəkətli ola bilirlər. Məsələn, fiziki cəhətdən olan idman növlərini qəşəng eləyirlər. Futbolu qəşəng oynayır, voleybolu, basketbolu qəşəng oynayır. Qəşəng rəqs edirlər, səliqəli rəqs edirlər. Jest və emosiyaları yerindədir, əl-qol hərəkətləri yerindədir. Bu da onları digər şagirdlərdən fərqləndirir. Belə şagirdlərlə işləmək üçün müəllim nə edir? Hərəkətli oyunlardan istifadə edir. Ya rollu oyunlardan istifadə edir, ya sinif küncləri oyunlarından istifadə edir. Yəni, uşaqlar künclər arasında hərəkət eləyərək enerji itirirlər. Və bir də, əgər sizin qarşınıza çıxsa ki, şagirdi təcrübəyə cəlb etmək, şagirdi eksperimentə cəlb etmək, bu da kinestetika aiddir. Təcrübə, eksperiment nədir? Şagird o işin içindədir, ona toxunur. Buna kinestetik qabiliyyət deyilir. Gəldi 5-ci qabiliyyətə. 5-ci qabiliyyətimiz adlanır fərdlər arası qabiliyyət. Baxın, bunun ikinci adı şəxsiyyətlər arası qabiliyyətdir. Fərdlər arası qabiliyyət necə olur? Baxın, bu çox maraqlıdır. Bizim sinifdə, bəlkə sizin sinifdə, ümumiyyətlə hər sinifdə bəzən elə şagird olur ki, o bəzən dərs oxuyan olmur, amma hamının xətrini çox istəyir. Hamı ona hörmət eləyir. Adam fikirləşir ki, görəsən bu hörməti necə qazanır da? Onun bir özəlliyi var. Səni kədərlənəndə səninlə maraqlanır. Sən sevinəndə səninlə sevincini bölüşür. Məsələn, deyirsən ki, başım ağrıyır, sənə 10 dəfə zəng edir ki, dostum, necə oldun, başın düzəldimi? Bu səndə hörmət yaradır. Sən fikirləşirsən ki, bu adam ki, mənə hörmətlə yanaşır, mən ona hörmət bəsləməliyəm. Biz bunlara el arasında ağsaqqallar deyirik. Sözü keçən, sözü cəmiyyətdə keçən insanlar. Sözü niyə keçir cəmiyyətdə? Ona görə ki, qayğıkeş davranır. Sinifdə sözü keçən uşaqlar niyə sözü keçir hamının yanında? Qayğıkeş davranır, hörmət qoyub, hörmət saxlayıb. Qayğıkeş insanlarda bu qabiliyyət üstündür. Məsələn, belə bir test var. Aysel deyir ki, müəllim, olar ki, mən Əhmədin yanında əyləşim. Onun deyəsən köməyə ehtiyacı var. Aysel hansı qabiliyyətdir? Fərdlər arası qabiliyyətdir. Və burada bir cümlə də deyilir. Deyir ki, bu insanlarda manipulyasiyalarda istifadə edirlər. Manipulyasiya nədir? Məsələn, sən bir dənə status yazmışsan Facebookda, onu kim nə deyirsən silmirsən. Deyirlər, onu sil, düzgündə sən silmirsən. O adam sənə gəlib səndən xahiş edir və sən deyirsən, madəm ki, sən mənə dedim, onu siləcəyim. Onu da sənin yanına bilərəkdən göndərmişdilər, çünki bilirdilər ki, sənin sözündən çıxmayacaqsan. Ona görə deyilir ki, fərdlər arası qabiliyyətə malik insanlardan manipulyasiyalarda istifadə edirlər. Nəyisə sakitləşdirmək lazım olanda
onları göndərirlər. Buraya qədər aydındır. Kimin sualı var buraya qədər? Səsim gəlirmi sizə? Bəli. Gəldi 6-cı qabiliyyətə. 6-cı qabiliyyətimiz də adlandıraq fərd daxili qabiliyyət. Bax, çox diqqətli olun. Bayaqki fərdlər arası qabiliyyətidir. İnsanlarla ünsiyyətdədir, ünsiyyətcildir, hamı ilə dostluq edə bilir, xasiyyətindən asılı olmayaraq hamının xətrini çox istəyir. Bəs fərd daxili qabiliyyət nədir? Fərd daxili qabiliyyət əslində bizim hamımızda var. Bəzən olur deyirsiniz ki, bir yer olsaydı, telefonu da söndürərdim, bir həftə gedib sakitlikdə qalardım. Tənhalıqdan zövq alan insanlardır fərd daxili qabiliyyətdə olanlar. Bunlar təkcə tənhalıqdan zövq almır, özlərini çox yaxşı analiz edirlər. Məsələn, onlara təklif edirsən ki, limon yemək istəyirsənmi? Deyir, mən limon yeməyi sevmirəm, çünki mənim təzyiqim aşağı düşür. Demək, bu adam nə yeyir, nə yemir, onu müəyyənləşdirib özü üçün. Fərd daxili qabiliyyət sanki metakognitiv bilik kimidir. Özünü tanıyır, özü ilə bağlı xüsusiyyətləri bilir. Deyir ki, məsələn, mən burada əyləşə bilmərəm, çünki bura tozludur. Yəni, nə də desən əyləşməyəcək, çünki özündə o qayda qoyub ki, mən tozlu yerdə əyləşə bilmərəm. Deyirsən, filan yerə gedəcək, gəlirsən, deyim, ora gələ bilmərəm, oranın havası mənə düşmür. Niyə? Çünki bu yoxluyub, dəfələrlə sınaqdan keçirir. Özü ilə bağlı tam məlumatlıdır. Ona görə biz deyirik ki, fərdaxili qabiliyyətə malik olan insanlar, bəzən bunu biz keçəcək hissə gələcəkdə introvertlər olur, öz aləmində olanlar, özü ilə çox dərin düşüncələrə qapılanlar, səthi müzakirələri sevmirlər, dərin müzakirələri özündə dərin düşünürlər. Bu fərd daxili qabiliyyətlərdir. Yalnızlıqdan zövq alanlar. Bu, yəni şagirdlərdə də var. Görürsən, heç kimə qaynayıb qarışmır. Amma ona sual versən, görürsən ki, çox dərin düşünür. Çox belə məntiqli düşünür. Yəni, nə olsun kiməsə qaynayıb qarışmır. Amma çox dərin düşüncələri var. Biz buna deyirik fərd daxili qabiliyyət. Və sinifdə bundan necə istifadə edəcəyik? Belə insanlara fərdi iş formaları daha effektiv olur. Çünki onlar qruplara cəlb edəndə görürsən ki, qrupla qaynayıb qarışmır. Hisslərini kiməsə bildirmir. Öz hisslərini özü bilir və özü ona münasibətini bilir. Nəhayət 7-ci qabiliyyətə gəldik. Bizdə toplam 8 qabiliyyətdir. 7-ci qabiliyyət adlanır musiqi ritmiklik və ya musiqi ritmik qabiliyyət. Bax, diqqətli olaq. Kinestetikdə biz rəqsdən danışdıq. Dedik ki, düzgün rəqs edə bilir, yaxşı rəqs edə bilir. Musiqi ritmikdə isə musiqini tanımaqdan söhbət gedir. Bax, sizdə var. Məsələn, bir mahnını eşidirsiniz, onun müəllifini bilməsəniz də internetdə axtarırsınız günlərlə, o mahnını tapırsınız və deyirsiniz, bəli, bu mahnı idi. Və yaxud siz muğamı cazdan ayıra bilirsiniz. Bilirsiniz ki, bu muğamdır, bu cazdır. Notları bir-birindən ayıra bilirsiniz. Bilirsiniz ki, bu not belədir, o not belədir. Musiqi ritmi qabiliyyət odur ki, bunu Malik Aranlı belə ifadə edirdi. Deyir, bəzən biz bir musiqi işi eşidirik, belə də yazır, cümlə belədir. Bəzən biz musiqi eşidirik, yerimizdən dıngıldanırıq. Dıngıldamaq ifadəsini işlədir. Bu nə deməkdir? Musiqi bizim ruhumuza təsir edir. Ritmlə hərəkət eləmək istəyirik. O demək deyil, biz qəşəng rəqs edə bilirik. Elə adam var ki, musiqi ritmi qabiliyyəti yüksəkdir, güclü bəstəkardır, amma rəqs etməyi bacarmır. Bu rəqs etməklə bağlı deyil. Həyatı ritmdən düşünənlər, qulağında qulaqcıq, mahnı dinləyə dərs oxuyanlar, evində televizoru açıq qoyur, televizor bağlı olsa bu dərs öyrənə bilməz. Bu da bir tərzdir. Buna biz deyirik musiqi ritmik qabiliyyət. Yəni, musiqisiz qala bilmir. Həyatın hər bir prosesini musiqi ilə, ritmlə təsvir edə bilir. Biz buna deyirik musiqi ritmik qabiliyyət. Gəldik sonuncu, 8-ci qabiliyyətə, naturalistik qabiliyyət. Naturalistik sözündə görürsünüz ki, nature sözü var, nature sözü İngilis dilində təbiət deməkdir. Naturalistik qabiliyyətə malik olan insanlar təbiəti sevən insanlardır. Təbiətin hər bir ünsürünü sevən insanlardır. Təbiətdə baş verən hadisələri müşahidə edən insanlardır.
Məsələn, düşünür ki, sutka necə yaranır? Niyə gecə olur, niyə gündüz olur? Bəzən bunlara həvəskar astronom deyirlər. Məsələn, axşam əyləşir, ulduzları seyr edir, ayı seyr edir. Tez qaça-qaça gəlir ki, ulduz kaydı, yıldız kaydı. Yəni ulduz sürüşməsini gördüm. Yəni bunlar həvəskar olaraq təbiəti seyr edən insanlardır. Hər gün güllərə su verə bilər. Evdə pişiyi var, pişiklərə baxır. Evdən çıxanda pişiklərə yemək verir. Harda bir heyvan görürsə, ona yardım etmək istəyir, onun qayğısına qalmaq istəyir. Bu adamlar təbiətin aşiqləridir. Təbiəti çox sevirlər. Təbiətlə iç-içədirlər. Gündə təbiətin seyrinə çıxmasalar, narahat olarlar. Evdə bəzən görürsən ki, elə əlində bir, deyək ki, beli götürüb haransa şumlayır, evdə hansısa bir bitkini kesib budayır, bitkinin səliqəyə formaya salır və s. Naturalistik qabiliyyət təbiətdə baş verən hadisələrin səbəbini merak edir. Niyə bu baş verir? Nə üçün bu baş verir? Hələ görürsüz, sual verir müəllimə ki, müəllim, buludlar necə yaranır? Sual verir ki, müəllim, bulud olmasa yağış olarmı? Və onun verdiyi bütün sualların tamamı təbiətlə bağlıdır. Canlılar necə böyüyür? Canlılar necə yaranır? İlk insan necə yaranır? Bu kimi sualları düşünür. Buna deyilir naturalistik qabiliyyət. Baxın, biz burada 8 qabiliyyət dedik. Bu 8 qabiliyyətin 8-i də bizdə var. Elə var içimizdəki bu çox danışmaqla tanınan adamdır. İçimizdə eləsi var ki, danışmağı sevmir, hesablama ilə əlaqəsi var. İçimizdə eləsi var ki, bunu məktəbdə belə tanıyırlar. Bu adamı çağıraq, səhnəni dekor eləsin, dekorları bu seçsin, geyimləri bu seçsin. Niyə? Çünki onda vizual məkan qabiliyyəti var. Məktəbdə elə şagirdlər var ki, bunlar ancaq səhnəciklər üçün seçilir. Çünki rolları yaxşı ifa edirlər. Yəni kinestetik qabiliyyət. Məktəbdə elə uşaqlar var ki, onu sən komandaya seçirsən ki, bu liderdir, bu uşaqların hamısına motivasiya verə bilər. Çünki onun fərdlər arası qabiliyyəti üstündür. Hamısına ruh verə bilər. Bu fərd daxili qabiliyyət odur ki, mən buna bir işi tapşırsam, təklikdə olsa da bu işi tam yerinə yetirəcək. Çünki dərin düşüncəyə sahibdir. Biz bəzən düzdür, bəzən dərin düşünməsək də, bəzi məqamları bilirik də, nə xoşumuza gəlir, nə xoşumuza gəlmir, filan yerə niyə getmirik, çünki havası bizə düşmür, məsəl üçün, özümüz üçün bəyəndiyimiz, bəyənmədiyimiz yerlər var. Biz ona deyirik fərd daxili qabiliyyət. Musiqi ritmi qabiliyyət də ritmlə bir reklam çəkmişlər bu yaxında, əgər siz baxmışsınızsa televiziyada görərsiniz, deyək ki, bu deyəsən ya çayın reklamıdır, səhv eləmirəmsə, o çay içə-içə, bu çayın öz musiqisi var da, o musiqini gah quşların cəhcəhindən eşidir, gah küçə süpürən bir nəfər var, süpürgənin səsini o musiqiyə uyğunlaşdırır. Sanki təbiətdə hara baxır, həmin səsi eşidir. Bu nədir? Musiqi ritmi qabiliyyətinin bir ifadəsidir. Həyatını ritmlə başa düşür. Naturalistik qabiliyyət də dedik, təbiəti başa düşənlər, təbiəti sevənlər. İndi isə bir dənə test deyəcəm, nümunə test. Baxın, belə bir situasiya testi var. Deyir ki, məsəl üçün, elə bu qrupdakı üzvlərdən danışım. Deyirəm ki, Aynur, Ceyhuna və Rəqsanə piknikə gedir. Aynur deyir ki, filan yerdə əyləşək, oranın deyək ki, mənzərəsi, havası daha gözəldir, daha yaxşıdır. Daha yaxşı orada şəkil çəkmək olar. Bunu Aynur deyir. Ceyhuna müəllimə deyir ki, problem yoxdur, süfrəni bəzəmək mənlidir. Rəqsan müəllimə isə gəlib deyir ki, mən süfrənin bu tərəfində əyləşə bilmərəm, çünki orada biraz toz var, mənim tozdan xoşum gəlmir. İndi sual verirlər. Aynurda hansı qabiliyyət üstündür? Ceyhunada hansı qabiliyyət üstündür? Rəqsanada hansı qabiliyyət üstündür? Aynur əgər mənzərə seçimində iştirak edirsə, şəkil çəkmə baxımından danışırsa, demək Aynurda vizual məkan qabiliyyəti üstündür. Ceyhuna deyirsə ki, məsəl üçün, süfrəni bəzəmək mənlidir, onda da vizual məkan qabiliyyətidir. Əgər Rəqsan müəllimə deyirsə ki, mən burada əyləşməyi sevirəm, orada əyləşməyi sevirəm, demək Rəqsan müəllimədə fərd daxili qabiliyyət üstündür.
Və yaxud deyək ki, Vüsal müəllimə də deyir ki, biz nə almışıqsa, onun hesab kitabını mən aparacağam. Adama bölüşərik, ödənişi eləyərik. Deməli, Vüsal müəllimədə hansı qabiliyyət olur? Riyazi məntiqi qabiliyyət. Bu dəmdə deyək ki, müəllimlərdən biri deyir ki, eybi yox, süfrən hazır olandan sonra mən sizə maraqlı hekayələr danışacağam və sizin maraqlı olacaq bugünkü tədbir. Demək, həmin adamda hansı qabiliyyətdir? Lingvistik qabiliyyətdir, sözlü qabiliyyətdir və s. Deməli, dəyərli müəllimlər, bu bizim bugünkü izahımızdır. Howard Gardner nəzəriyyəsinin çoxnövlü intellekt nəzəriyyəsi bizə imkan verir ki, şagirdlərimizi müşahidə eləməklə onları tanıyaq. Görək ki, kimdə hansı qabiliyyət üstündür. Sabah diferensiallaşma eləyəndə, onlara uyğun tapşırıqlar verəndə bunu biz mütləq nəzərə almalıyıq. Sözlü tapşırıqları lingvistik qabiliyyətə malik insana versək, bu daha çox faydalı iş görə bilər. Vizual məkana aid qabiliyyətləri vizual məkan intellekti olan şagirdə versək, o daha çox effektiv olar. Bizə nə lazımdır? Şagirdi olduğu kimi qəbul etmək. Bilirsiniz də, müasir dövrdə şagirdi dəyişdirmək məsələsi yoxdur. Fasilitasiya bizə nə deyir? Şagirdi olduğu kimi qəbul elə. Əgər onda lingvistik qabiliyyət üstündürsə, biz onu deyə bilmərik. Sən danışmağın bizə lazım deyil, hökmən hesablamağın lazımdır. Biz bunu eləsək, o lingvistik istidadı itirmiş olacaq. Biz əslində lingvistikdən istifadə eləməliyik. Məsələn, həmin mətni və ya həmin çalışmanın oxunmasını ona tapşıra bilərik ki, sənin səsin yaxşıdır, nitqin yaxşıdır, bunu sən təqdim elə. Ən azından təqdim eləyəndə bir şey öyrənə bilər. Digər yoldaşlar hesablayıb təqdim edirlərsə, bu isə hesablanmış prosesi sözlə təqdim edə bilər. Bu zaman müəllim nə etmiş olur? Onun öz üstün dərk etmə qabiliyyətindən istifadə eləməklə o müəllimin, belə deyim də, o şagirdin öyrənməsini təmin etmiş olur. Bir daha deyirəm ki, bu 8 dərk etmə qabiliyyəti bizim hamımızda var. Birində 3 dənə, birində 5 dənə desələr bu səhvdir. 8-i də bizdə var. Sadəcə birimizdə lingvistik daha çox üstün ola bilər, birimizdə fərdaxili qabiliyyət daha üstün ola bilər və s. Bugünkü izahımız bundan ibarətdir. Mən sizə testi də yazacağam. Gardner testlərini eləyəcəksiniz növbəti dərsimizə qədər. 60 test orada verilib. Maraqlı testlərdir. Bu öyrəndikləriniz tamamilə kifayət eləyəcək ki, o testi düzgün şəkildə yaza biləsiniz. Amma yenə nə sual olsa, növbəti dərsimizdə biz onları izah eləyəcəyik. Bugünkü mövzu ilə bağlı kimin sualı var? Kimə nə qaranlıq qaldı? Aynur müəllimə aydındırmı? İzah çox gözəl idi, mükəmməl idi. Çox sağ olun müəllim. Minnətdaram Vüsal müəllimə. Bunu yenə də mən bunu YouTube-a yerləşdirəcəyəm bugün. Onu yenə də təkrar bir dəfə də izləyərsiniz. Ondan sonra testi çalışın bunu izləyəndən sonra eləyin. Çünki test bizim üçün eksperiment deyil. Bəzi müəllimlər var, mənə rast gəlir də, testi birbaşa eləyirlər. Deyirlər, baxın mən nə bilirəm. Deyək ki, sən hamısını bildin, təsadüfən yazdın. O demək deyil, axı sən bunu bilirsən. Əvvəlcə izləyək, çünki bizim eksperimentə zamanımız yoxdur, imtahana çox az qalır. Eksperimentə yeri yoxdur. Yəni, düz, həqiqi nədirsə, məntiqi nədirsə, onu eləməliyik. Əvvəlcə öyrənməliyik və sonra testi eləməliyik. Bizim dərsimiz artıq bir dəqiqə sonra yəqin ki, yekunlaşacaq. Kimin nə sualı olarsa bizim WhatsApp qrupumuza yaza bilər. Üzürlü sayı səsim biraz batdı dərsin gedişatında. İnşallah gələn dərsə qədər qaydasına düşər. Növbəti dərsimizə qədər də kimin sualı varsa, mütləq şəkildə WhatsApp qrupuna yazsın. Mən çatdırıb özüm cavab verəcəyəm. Özüm çatdıra bilməsəm də bizim qrupumuzun nümayəndələri maşallah bu kurikulum prosesini yaxşı şəkildə mənimsəyirlər. Onların da cavabları mənim cavabımdan zəif olmayacaq. Bir-birimizə dəstək verməklə hamımız bunu öyrənəcəyik. Bugünü bu qədərdir. Mən sizə hələlik deyirəm. Növbəti dərsimizdə digər nəzəriyyəni keçəcəyik. Hamınıza uğurlar. Sağ olun. Çox sağ olun.
Sağ olun. Sağ olun.